Baxın müəllimlər. Deyir, sözdə qrammatik şəkilçiyə qədər olan hissə sözün başlanğıc forması hesab olunur. Nə deməkdir? Yəni o demək ki, qrammatik şəkilçini sən başlanğıc formanın içərisində götürməyəcəksən. Deyir ki, qrammatik şəkilçiyə qədər olan hissə qədər. Yəni qrammatik şəkilçini götürməyəcəksən başlanğıc formada. Ora qədər olan hissə sözün başlanğıc formasıdır. Məsələn, əkinçilər sözündə sözün kökü əkdir. Əkin leksik, əkinçi ikinci leksik. Lərdə qrammatik. Yəni qrammatiyə qədər olan hissə qrammatik harda lərdir də, düzdür? Ora qədər olan hissə hansıdır? Əkinçi hissəsidir. Deməli, əkinçi sözün başlanğıc formasıdır. Bu formada. Deməli, başlanğıc forma əkinçi sözdür. Sözün başlanğıc formanın işarəsi bu işarədir. Müəllimlər, baxın, qeyd olunub burada. Sözün başlanğıc formasının işarəsidir bu. Başlanğıc formaya əsasən sözün leksik mənası, hansı nitq hissəsinə aid olması, quruluşca növü kimi məqamlar müəyyənləşdirilir. Məsələn, əkinçilər sözünün başlanğıc forması əkinçidir. Bu əkinçi, yəni əkinçilər sözünün başlanğıc forması olan əkinçi əsasında mən sözün leksik mənasını tapıram ki, nə deməkdir? Əkinçi nə deməkdir? Əkin işi ilə məşğul olan adam. Və hansı nitq hissəsi olmasa, əkinçi kim? İsimdir. Və quruluşca növü düzəltmədir. Kök və leksik şəkilçidən ibarət olduğuna görə. Deməli, biz bütün sözlərdə belədir. Sözün başlanğıc formasına əsasında, sözün leksik mənasını, hansı nitq hissəsinə aid olmasını və quruluşca növünü müəyyənləşdiririk. Yenə deyirəm, əkinçilər sözünün başlanğıc forması əkinçidir. Mən bu başlanğıc forma əsasında əkinçi sözünün leksik mənasını müəyyən edirəm ki, əkin işi ilə məşğul olan adam mənasındadır. Hansı nitq hissəsinə aid olmasını müəyyənləşdirirəm ki, isimdir. Quruluşca növünü müəyyənləşdirirəm ki, kök və leksik şəkilçidən ibarət olduğuna görə düzəltmədir. Sözdə leksik şəkilçi deyir yoxdursa, bax bu hissəyə fikir verin. Sözdə leksik şəkilçi yoxdursa, sözün kökü ilə başlanğıc forması onda eynidir. Məsələn, kitablar sözündə sözün kökü kitabdır, lar da qrammatikdir. Yəni, kitablar sözündə leksik şəkilçi yoxdur. Yoxdursa, onda sözün kökü də kitabdır. Başlanğıc forması da kitabdır. Qısa konkret, sözdə leksik şəkilçi yoxdursa, hər hansı bir sözdə. Deməli, o sözün kökü ilə başlanğıc forması eynidir. Qələmlər, sözün kökü qələmdir, lər qrammatikdir. Deməli, burada leksik yoxdur. Onda leksik yoxdursa, sözün kökü də qələmdir, başlanğıc forması da qələmdir. Bəzi hallarda qrammatik şəkilçi leksik şəkilçidən öncə işlənir. Bu məqamlarda başlanğıc formanı müəyyən edərkən sözdəki ən sonuncu leksik şəkilçi daxil etmək lazımdır. Nə deməkdir? 4 dənə leksik şəkilçi var ki, bir daki leksik şəkilçisidir. Bir kü leksik şəkilçisidir. Bir süz leksik şəkilçisidir. Bir də gildir. Bu 4 leksik şəkilçisi elə bir universal leksik şəkilçisidir ki, bu 4 leksik şəkilçidən, yalnız bu 4 leksik şəkilçidən əvvəldə qrammatik gələ bilər. Bu 4 leksik şəkilçidən sonra qrammatik gələ bilər. Normalda Azərbaycan dilində birinci leksik gəlir, sonra qrammatik. Yəni, hər hansı bir leksikdən əvvəl qrammatik gəlmir Azərbaycan dilində. Amma yeganə bu 4 leksik şəkilçidir ki, Azərbaycan dilində. Bu 4 leksik şəkilçidən əvvəl də qrammatik gələ bilər, sonra da qrammatik gələ bilər. Bəs bu məqamda başlanğıc formanı necə götürəcək? Məsələn, deyirəm ki, xalam, gil. Sözün kökü xala, mənsubiyyət, gildə leksik. Qrammatik, gildə leksik. Düzdür? İndi fikir verin, qrammatik gəldi, sonra leksik gəldi. Deyərsən, müəllim, onda bəs bunun başlanğıc formasını necə müəyyən edirik? Baxın, müəllimlər, əgər sözdə hər hansı yerində olmağına asılı olmayaraq, sözdə leksik şəkilçi varsa, onu mütləq başlanğıc formanın içərisində götürmək lazımdır, mütləq. Xalam gildə gil leksikdir də. Deməli, o gili mən başlanğıc formanın içərisində götürəcəm. Xalam gil. Başlanğıc forması xalam gil oldu elə. Deyərsən, müəllim, axı, qrammatik şəkilçisi başlanğıc formanın içərisində qaldı. Qala bilər. Baxın, yadda saxlayın. Bu qaydanı deyirəm, bunu vacib məqam kimi yadda saxlayın. Dakidəki, kökü, sızsız, gil leksik şəkilçisindən əvvəl gələn qrammatiklər, qrammatiklər hər zaman başlanğıc formaya daxil olacaq. Xalam gildə, sözün kökü xala, qrammatik, gil leksik. Deməli, sonuncu leksiki başlanğıc formaya daxil eləyəcəm və gildən əvvəl gələn qrammatik başlanğıc formaya daxil olacaq. Deməli, dakidəki, kökü, sızsız, gil leksik şəkilçisindən əvvəl gələn qrammatiklər hər zaman başlanğıc formaya daxil olacaq. Amma bu şəkilçilərdən sonra gələn qrammatiklər heç vaxt başlanğıc formaya daxil olmayacaq. Məsələn, nə demək istəyirəm?
Bax, bu sözə fikir verin. Gillər, hə. Sözün kökü xala. M qrammatik. Gil leksik, lər qrammatik. İndi bunun başlanğıc olması nədir? Xalamgillər sözünün başlanğıc olması nədir? Xalamgildir. Sonuncu leksik gildə axı onu başlanğıc olmaya daxil eləyəcəm mütləq. Leksik şəkilçilər hər zaman başlanğıc olmaya daxil olmalıdır. Bu aksiyonmadır. Bunu yadda saxlayın. İndi bir şeydir. Bax, gildən əvvəl gələn M qrammatik şəkilçisi başlanğıc olmaya daxil oldu, amma gil leksik şəkilçisindən sonra gələn lər qrammatik şəkilçisi başlanğıc olmaya daxil olmadı. Hər zaman belədir. Evimizdəki sözündə ev sözünün kökü imiz qrammatikdəki leksik. Deməli, başlanğıc olmaya evimizdəki oldu. Sonuncu leksiki mütləq başlanğıc olmaya daxil eləməliyəm. Deyir, isimlər başlanğıc forma, qrammatik şəkilçi olmadan adlıq halda işlənən sözlərdir. Hə, isimlərdə başlanğıc forma, qrammatik şəkilçi olmadan adlıq halda işlənən sözlərdir. Məsələn, ana kitab adlıq haldadır və heç birisində qrammatik şəkilçi yoxdur. Deməli, o başlanğıc formadadır. Yadda saxlayın. İsimlərdə, dilimizdəki isimlərdə başlanğıc forma qrammatik şəkilçi olmadan adlıq halda işlənən sözlərdir başlanğıc forma. Məsələn, yenə dedim, ana kitab adlıq halda işlənən sözlərdir və heç birisinin tərkibində qrammatik şəkilçi yoxdur. Deməli, onda ana kitab sözləri başlanğıc formadadır. Kitablar sözü adlıq halda olsa da, kitablar sözü, yaxud da analar sözü adlıq halda olsa da bunlar. Amma qrammatik şəkilçi var deyə bunlarda. Larlar qrammatikdə axı. Bunları başlanğıc formada hesab eləyə bilmərəm. İsimlər o zaman başlanğıc formada olar ki, həmin isimlər adlıq halda olsun və həmin isimlərin tərkibində qrammatik şəkilçi olmasın. Onda başlanğıc formada olur. Demək, kitablar sözündə kitablar sözü adlıq halda olsa da tərkibində qrammatik şəkilçi olduğuna görə kitablar sözü başlanğıc formada hesab olunmaz. Analar sözü adlıq halda olsa da tərkibində larlar qrammatik şəkilçi olduğuna görə başlanğıc formada hesab olunmaz. Amma ana kitab sözü adlıq haldadır və tərkibində də qrammatik şəkilçi yoxdur deyə ana kitab sözləri başlanğıc formada hesab olunacaq. Feillər lüğətlərdə məsdər formasında verilir. Yazmaq, oxumaq. Lakin məsdər şəkilçisi yenə də başlanğıc formaya daxil edilmir. Məsələn, yazdırmaq sözündən məsdər şəkilçisinə verilib də, düzdür. Amma bunun başlanğıc forması, axı dedik, qrammatikə qədər olan hissədir. Qrammatiki başlanğıc formaya aid eləyə bilmərik. Məsdər şəkilçisi qrammatik olduğuna görə yazdırmaq feilinin başlanğıc forması yazdırdı. Sözün sadə sözlərdə sözün kökü ilə başlanğıc forması eynidir. Düzəltmə sözlərdə isə fərqli. Məsələn, bayaq dedim, kitablar sözü sadə sözdür, çünki kök və qrammatikdən ibarətdir. Sadə söz olduğuna görə sözün kökü də kitabdır, başlanğıc forması da kitabdır. Yəni sözün kökü ilə başlanğıc forması eynidir. Amma düzəltmə olanda sözün kökü ilə başlanğıc forması fərqli olacaq. Məsələn, xalamgil düzəltmədir. Sözün kökü xaladır, başlanğıc forması xalamgildir. Yəni düzəltmə sözlərin kökü ilə başlanğıc forması fərqlidir. Başlanğıc formada olan sözlər qrammatik şəkilçi ilə bitməyən sözlərdir. Yəni o söz başlanğıc formada olar ki, o qrammatik şəkilçi ilə bitməsin, leksikdən bitsin. Ya da heç ümumiyyətlə şəkilçi olmasın. Məsələn, adi bir dənə nümunə götürək də. Ana kitab sözü qrammatikdən bitmir ki, leksikdən bitməsə də əsas qrammatikdən bitməsin də. Kitab sözü, ana sözü qrammatikdən bitmədiyinə görə ana və kitab sözü başlanğıc formadadır. Eyni zamanda xalamgil sözü leksik şəkilçi ilə bitir, ona görə o da başlanğıc formadadır. Amma kitablar sözü qrammatikdən bitdiyinə görə artıq başlanğıc formadan çıxıb deməkdir. Bu formada. Deməli, bitişdirici samitlər. Bitişdirici samitləri izah eləyirəm müəllimlər. Bitişdirici samitlərimiz nə zaman istifadə olunur? Bizə bitişdirici samit nə zaman lazımdır? Deməli, müəllimlər, bitişdirici samitlərimiz Y, N, S samitlərdir. Y, N, S. Belə samitlər bitişdirici adlanır. Yaxşı, bitişdirici samitlər nə zaman istifadə olunur? Biz bilirik ki, müəllimlər, Azərbaycan dilində saitlər yanaşı gəlməz. Gələ bilməz, mümkün deyil. Hətta deyirdi ki, əgər sözdə sait yanaşı gəlirsə, bu alınma sözdür.
Məsələn, saat sözündə 2 dənə saat yanaşı gəlib. Orada 2 dənə saatin yanaşı gəlməyindən bilirəm ki, saat sözü alınma mənşəlidir. Müəllim sözü alınma mənşəlidir. 2 dənə saatin yanaşı gəlməyindən bilirəm ki, alınma mənşəlidir. Yəni, Azərbaycan dilinə məxsus olan sözlərdə saatlər yanaşı gələ bilməz. Bu bir qaydadır. Amma bəzən elə məqamlar olur ki, məcburən saatlər yanaşı gəlir. Məsələn, nənə sözünü, nənə, sonu saitdən bitirir. Ona saitdən başlayan Aə şəkilsi artıranda istər-istəməz saitlər toqquşa bilər də, nənə olmur ki. Və məhz Azərbaycan dilinə sait yanaşı gələnməz axı. Söz saitdən bitəndə ona saitdən başlayan şəkilsi artıranda istər-istəməz saitlər yanaşı gələr. Bu da Azərbaycan dilinin tələbinə yad olduğuna görə məcburən nıyısı bitişdiricisinə istifadə olunur. Deməli, söz saitdən bitəndə ona saitdən başlayan şəkilsi artıranda nıyısı bitişdiricinə istifadə olunacaq. Məsələn, nənə, nənəyə. Deməli, burada sözün kökü nənədir, ə şəkilsidir, y da bitişdiricidir. Nə zaman istifadə olunub? Söz saitdən bitib, ona saitdən başlayan şəkilsi artırılıb, saitlər toqquşmasın deyə y bitişdiricinə istifadə olunub. Yaxud da baba. Söz saitdən bitib. Ona saitdən başlayan ı təsirli qarşı şəkilsi artırmaq istəyirəm. Babanı. Deməli, sözün kökü baba oldu. I təsirli qarşı şəkilsi oldu. N da bitişdirici. Bax, söz saitdən bitib, ona saitdən başlayan şəkilsi artırılıb, saitlər toqquşmasın deyə N bitişdiricinə istifadə olunacaq. Ata. Söz saitdən bitdi, ona saitdən başlayan ı mənsubiyyəti artırıram. Atası. Bu zaman saitlər toqquşmasın deyə s bitişdiricinə istifadə olundu. Deməli, bitişdirici samitdən nə zaman istifadə olunur? Söz saitdən bitəndə, ona saitdən başlayan şəkilsi artıranda, saitlər toqquşmasın deyə n-yısı bitişdiricinə istifadə olunur. Bu öz qayda. Baxın, hamısına aid nümunələr verilib. Bitişdirici samit bəzən saitlə samiti də bir-birinə bağlayır. Məsələn, bu saitdən bitdi. Ona saitdən başlayan dandən şəkilsi artırılıb. Fikir verin bura. Bu saitdən bitib, ona saitdən başlayan dandən artırılıb, bu zaman n bitişdiricinə istifadə olunub. O saitdən bitir, ona s-siz artırılır. Söz saitdən bitir, ona s-siz samitdən başlayan şəkilsi artırılır. Yenə də n bitişdiricinə istifadə olunur. O saitdən bitir, ona samitdən başlayan dadə şəkilsi artırılır. Yenə də n bitişdirici samitinə istifadə olunur. Deməli, söz saitdən bitəndə, ona samitdən başlayan şəkilsi artıranda bəzən n bitişdiricisindən də istifadə oluna bilir. Sonra digər nümunəni deyirik. Sözün kökündə olan samitlə bitişdirici samit fərqli anlayışlardır. Bitişdirici samitin işlənməsi üçün sözə saitlə bitməlidir və ona saitlə başlayan şəkilci qoşulmalıdır. Məsələn, çörəyin sözünə fikir verək. Bir də bitişdirici samiti, o kökündəki samitlə bitişdirici samiti fərqləndirmək üçün həmin sözü mütləq kök və şəkilçiyə ayırın. Məsələn, çörəyin sözünün kökü nədir? Çörək. Deməli, bu y samiti sözün kökündə qalıbsa, deməli, artıq o y bitişdirici deyil. Çünki bitişdirici olsaydı, sözün kökündə qalmazdı o, şəkilçinin tərkibində qalardı. İndə şəkilçidir. Yaxud da, məsələn, başqa nümunə deyirəm. Deyirəm, ləçəyi. Sözün kökü nədir? Ləçəyi. Ləçəydir də. Deməli, y kökdə qaldı. Kökün tərkibində qalırsa, y bitişdirici olmaz artıq. Sonra, deyirəm ki, mayası. Bax, sözün kökü nədir? Maya. Y samiti kökdə qaldığına görə bitişdirici deyil, amma s şəkilci də qaldı. Fikir verin, artıq burada s bitişdiricidir. Deməli, bilmək lazımdır ki, y samiti ümumiyyətlə n-yısı sözün kökündə qalsa bitişdirici deyil. Şəkilcinin tərkibində qalsa bitişdiricidir. Məsələn, qarıya sözündə sözün kökü nədir? Qarı. Fikir verin, y samiti sözün kökündə tərkibində qalmadı. Deməli, onda y bitişdiricidir. Çörəyin sözündə sözün kökü çörəkdir. Artıq burada y samiti sözün kökündə qaldı. Deməli, burada bitişdirici deyil. Sonra sözün quruluca növləri ilə bağlı məlumatı deyim, müəllimlər. Sözün quruluca növləri ilə bağlı məlumatı deyim. Sözün quruluca 3 növ var. Sadə, düzəltmə, mürəkkəb.
Sadə sözlər bir kökdən və ya kök və qrammatik şəkilçisindən ibarətdir. Məsələn, kitab sözün köküdür, bir kökdən ibarətdir, sadədir. Evdə kök və qrammatikdən ibarətdir, sadədir. Dağıntı sadədir. Bunlardan bağlı sadə düzəltmə sözləri bir-birinə fərqləndirməkdən bağlı qaydan demişdim. Larlər cəm və mamə inkar şəkilçisi artırmaqla. Larlər cəm şəkilçisi, mamə inkar şəkilçisi artırmaqla isimlərdə və feillərdə leksik qrammatik tapmaq mümkündür. Bizdə problem harda yarana bilər? Xüsusilə bunların məqamlarına fikir vermək lazımdır, işlənmə yerinə fikir vermək lazımdır. Məsələn, dağıntı sözü sadədir. Ay müəllim, dağdan dağıntı yaranmır? Xeyr, yaranmır. Yaranmağına görə müəllimlər yadda saxlayın, arasında əlaqə olmalıdır mütləq. Yaxşı, dağla dağıntı arasında nəsə əlaqə var? Heç bir əlaqə yoxdur. Heç bir əlaqə olmadığına görə dağıntı sözü sadədir. Çünki dağdan dağıntı yarana bilməz. Yaxud da dağınıq sözü. Dağla dağınıq arasında əlaqə var? Heç bir əlaqə yoxdur. Ona görə dağınıq sözü də sadədir. Yenə də deyirəm, əlaqə olması üçün, daha doğrusu düzəltmə olması üçün arasında əlaqə olmalıdır. Əlaqə yoxdursa deməli o sadədir. Eyni zamanda saralmaq sözü. Müəllimlər, saralmaq sözünün kökü nə ola bilər? Deyərsən müəllim, saralmaq sözünün kökü sarıdır. Sarı deyə, amma burada saralmaq sözündə siz sarı sözünü görürsünüz. Xeyr. Deməli, onda saralmaq sözünün kökü elə saraldı, maqda qrammatikdir, aydın məsələdir. Kök və qrammatikdən ibarət olduğuna görə sadədir saralmaq. Alışmaq sözünün kökü al ola bilər? Mümkün deyil. Çünki mən bazardan alma alıramla, məsələn, belə deyim də, taya alışdı. O alışmaq, yanmaq arasında heç bir əlaqə yoxdur. Ona görə alışmaq sözü sadədir. Dinləmək sözü sadədir. Çünki dinməkdən dinləmək yaranamaz. Bir insan dinir, danışırsa, onun dinləməkdən heç bir adəti yoxdur axı. Deməli, o da sadədir. Ağlamaq sözü də sadədir və barışmaq sözü də sadədir. Çünki bardan barış yarana bilməz. Ağdan ağla yarana bilməz. Bunlar hamısı sadə sözlərdir, müəllimlər. Daha sonra qardaş sözü sadədir, dülgər sözü, səngər sözü, çilingər sözü sadədir. Çünki qardaş, baxın, qardaş tarixən qarındaş sözündən olub. Yəni, eyni qarından olan mənasındadır. Amma müasir dövrümüzdə qardaş sözü sadə sözdür. Dülgər sözü, dilimizdə dül deyilən bir söz yoxdur. Ona görə dülgər də sadədir. Səngər də sadədir, çilingər də sadədir. Baxın, yırğalamaq sözü sadədir. Dilimizdə yırğa deyilən bir söz yoxdur. Ona görə sözün kökü yırğaladır, maqda qrammatikdir, yəni sadə sözdür. Bağışlamaq sözü sadədir, çünki Azərbaycan dilində bağış sözü yoxdur. Sözün kökü bağışladır, maqda qrammatikdir, yəni bağışla da sadədir. Qızarmaq sözü sadədir. Yadda saxlayın müəllimlər, bu vacibdir ya bunlar. Bu çox vacib olan şeylərdir, bunları yadda saxlamaq lazımdır. Qızarmaq sözü, qızmaqdan qızarmaq yaranmaz heç vaxt. Niyə? Adi bir dənə, deyərsən müəllim, məsələn, çörəyi qoyduq qızmağa, çörək qızardı. Nə bilim, belə bəzi qızarmaqla əlaqələndirirlər axı. Amma indi sizə bir şey deyirəm onda. Suyu qızmağa qoyuram. Su qızanda qızarır. Təbii ki, xeyr. Onda belə çıxır ki, qızmaqla qızarmaq arasında əlaqə yoxdur. Qızanda istiləşir. Qızaranda istiləşir. Rəngi dəyişir də. Deməli, qızmaqla qızarmaq arasında əlaqə olmadığına görə qızarmaq sadədir. Çalışmaq sadədir. Danlamaq sadədir. Yanaq sadədir. Bax, tarixən düzəltmə olub, amma indi yanaq sadə götürülür artıq. Bilək sadədir. Çolaq sadədir. Çünki çolu ilə çolaq arasında əlaqə yoxdur. Sərin sadədir. Bilərzik sadədir. Yoxlamaq sadədir, müəllimlər. Yoxuş sadədir. Bax, bəzən fikirləşirlər ki, yoxdan yoxuş yaranır. Xeyr, arasında əlaqə yoxdur. Yox olmayan bir şeydir. Yoxuş isə ucsuz bucaqsız mənasındadır. Yəni arasında əlaqə yoxdur. Ona görə yoxuş da sadədir. Yarış da sadədir. Yarmaqdan yarış yarana bilməz. Yarış elə sadədir. Güzgü, qarmaq, barmaq, aşkar, dərin, dağıtmaq, sarsılmaq, danışmaq, qıraq, saxlamaq, qaldırmaq sadədir. Bax, qaldırmaq, qalmaqdan qaldırmaq yaranmaz. Çünki arasında əlaqə yoxdur. Anlamaq sadədir. Kiçik, kiçilmək, uzatmaq, bunlar sadədir. Azərbaycan dilində yumşa sözü yoxdur. Ona görə yumşaq və yumşal sözü də sadədir. Uzanmaq, əlvan və güləşmək sözü də sadədir. Bəs düzəltmə sözləri nədir? Düzəltmə sözləri isə kök və leksik şəkilçisindən ibarətdir. Belə sözlərin tərkibində ən azı bir leksik şəkilçi işlənməlidir. Əsas nitq hissələrin hamısı quruluşla düzəltmə ola bilər. Köməkçi nitq hissələrin heç biri quruluşla düzəltmə olmur.
Deməli, yaxınlıq, dadlıq, qoparmaq, bunlar hamısı düzəltmədir. Fikir verin, çünki yenə deyirəm, sadə sözlərdə bir kökdən ibarət və ya da kök və qramatdan ibarət olur. Yaxınlıq sözü yaxından yaranıb. Deməli, yaxın sözün köküdür, lıq da leksikdir. Dadlı sözü daddan yaranıb. Arasında əlaqəyə baxın necə var. Qopar sözü qopdan yaranıb. Deməli, bunlar düzəltmədir. Mürəkkəb sözlər isə iki və daha artıq sözün birləşməyində yaranır. Mürəkkəb sözlər bitişik yazılır, defislə yazılır, ayrı yazılır. Bitişik yazılan mürəkkəb sözlər necə yaranır? Əvvəlcə onu deyək. Deməli, burada uzun yazıb sizə belə bir şey deyim. Müxtəlif mənalı sözlərin birləşməyə nə yarananlar bitişik yazılır. Məsələn, it burnu. İt və burun müxtəlif mənalı sözlərdir. Onların birləşməyə nə yaranana bitişik yazılır. Yadda saxlayın, müxtəlif mənalı sözlərin birləşməyə nə yaranan mürəkkəb sözlər bitişik yazılır. Yeraltı. Yer və altı sözü. Müxtəlif mənalı sözlərdir. Onların birləşməyə nə yaranırsa bitişik yazılacaq. Su iti. Su və it sözü. Müxtəlif mənalı sözlərin birləşməyə nə yaranana bitişik yazılır. Dəvə dabanı. Dəvə və daban. Müxtəlif mənalı sözlərin birləşməyə nə yaranana bitişik yazılır. Müxtəlif mənalı sözlərin birləşməyinə yaranan mürəkkəb sözlər bitişik yazılacaq. Yadda saxlayın. Bu bir. İkinci. Ba, bə, ha və a bitişdiricilərinin köməyi ilə yaranan mürəkkəb sözlər də bitişik yazılacaq. Baxın bura. Yan bayan ba'nın köməyi ilə yarandığına görə bitişik yazılıb. Qaça qaç a'nın köməyi ilə yaranıb deyə bitişik yazılıb. Daha sonra müəllimlər yadda saxlayın. Burada yoxdur. Ona görə qeyd edə bilərsiniz. Super, foto, video, tele, sonra kino. Bunların köməyi ilə yaranan mürəkkəb sözlər bitişik yazılacaq. Məsələn, supermarket bitişik yazılacaq. Supermarket. Sonra foto albom, video salon, telekanal, kino studiya, bunların köməyi ilə yaranana bitişik yazılacaq. Bəs yaxşı, defislə yazılan mürəkkəb sözlər necə yaranır? Yaxın mənalı sözlərin birləşməsindən. Məsələn, dəftər, kitab yaxın mənalıdır. Deyərsə, ay müəllim, bunlar sinonim deyil axı. Artıq bu günümüzdə bunları belə deyim, o qaydalardan çıxarsalar da yenə də bunu deməkdə hələlik məna var, çünki bu illəri imtahana bu formada salacaqlar. Yadda saxlayın, yaxın mənalı deyəndə mürəkkəb sözlərdə heç də sinonimlər nəzərdə tutulmur. Elə məzmunca bir-birinə yaxın olmaq yaxın mənalı deməkdir. Məsələn, dəftər, kitab sinonim deyil, amma yaxın mənalı da mahiyyət etibarıyla. Ona görə yaxın mənalı sözlərin birləşməyi ilə yaranan mürəkkəb söz kimi götürülür bunlar. Yorğan döşək yaxın mənalı sözlərin birləşməyi ilə yaranan mürəkkəb söz kimi götürülür. Ona görə defislə yazılır. Ailə, məişət yaxın mənalı sözlərin köməyi ilə yaranan mürəkkəb söz kimi götürülür və ona görə defislə yazılır. Deməli, yaxın mənalı sözlərin köməyi ilə yarananlar defislə yazılacaq. Əksi mənalı sözlərin köməyi ilə yarananlar da defislə yazılacaq. Gecə, gündüz, dərə, təpə, az, çox. Eyni sözün təkrarı ilə yarananlar da defislə yazılacaq. Tez, tez, az, az, səhər, səhər və s. Qeyri sözünün köməyi ilə yarananlar da defislə yazılacaq. Məsələn, qeyri-adi, qeyri-mümkün, qeyri-dəqiq. Eyni zamanda deməli tərəflərindən biri ayrılıqda işlənə bilməyənlər də defislə yazılacaq. Məsələn, kağız, çuğuz defislə yazılır. Fikir verin, kağızı ayrılıqda işlədə bilirəm, amma çuğuzu işlədə bilmirəm. Deməli, bir ayrılıqda işlənməyən sözün köməyi ilə yarandığına görə defislə yazılır. Çör, çöp tərəflərindən yenə biri ayrılıqda işlədə bilməyən sözlərin köməyi ilə yaranıb, ona görə o da defislə yazılacaq. Məsələn, çöpü ayrılıqda işlədə bilirəm, çörü işlədə bilmirəm. Yaxud da əvvəlinə əks, eks, vitsi, ober, elmi, kontur olan sözlər defislə yazılacaq. Əks inqilab defislə yazıldı. Külli ixtiyar. Vitse-prezident, eks-prezident, ober, leytenant, elmi kütləvi, kontr-admiral hamısı defislə yazıldı. Və izafət tərkibləri, yəni dilimizə hazır ilə defislə daxil olan tərzi hərəkət, nöqtəyi nəzər, tərcümə hal, kəlmə-i şəhadat, əhval-ruhiyyə bunlar hamısı defisdən yazılacaq. Sonra bura qədər müəllimlər, sualı olan varsa buyursun. İndi izah eləyirəm və bu söz yaradıcılığı ilə bağlı olan sonuncu mövzudur. Eniköklü sözləri tapmaq üçün qaydanı izah eləyirəm müəllimlər. Eniköklü sözləri tapmaq üçün iki şərti bilmək lazımdır. Yəni, iki şərti tətbiq etmək lazımdır həm də. Bu şərtlər hansılardır? 1. Eniköklü sözlərin kökü
mütləq eyni mənalı və eyni formalı olmalıdır. Bir də mütləq tərkibində leksik şəkilçi olmalıdır. Bu iki şərtin ikisi də ödənsə, deməli həmin sözlər eyni köklüdür. Məsələn, deyirəm ki, evdar, sonra evsiz və evdəki. İndi baxın, 3 söz var. Evdar sözünün kökü nədir? Ev. Evsiz sözünün kökü nədir? Ev. Evdəki sözünün kökü nədir? Ev. Fikir verin. Evdar, evsiz və evdəki sözlərin üçünün də kökü evdir də, yaşadığımız ev mənasındadır. Yəni kökü eyni mənalı olduğu üçünün də və eyni zamanda eyni formalıdır. Ev. Eyni formada yazılır. Deməli, evdar, evsiz, evdəki sözlərinin kökü həm eyni mənalıdır, yəni üçündə də söhbət yaşadığımız evdən gedir, həm də kökləri eyni formalıdır. Bu birinci şərt. Birinci şərti ödədi. İkinci şərt isə mütləq tərkibində leksik olmalıdır. Evdarda dar leksikdir, evsizdə siz leksikdir, evdəki də dəki leksikdir. Həm kökləri eyni mənalıdır, həm də tərkibində leksik şəkilçi var. Onda bu üç söz, evdar, evsiz, evdəki bu üç söz bir-biri ilə eyni köklüdür. Fikir verin müəllimlər. İki şərtin ikisi də ödənməlidir. Həm sözün kökü eyni mənalı, eyni formalı olmalıdır, həm də tərkibində leksik şəkilçi olmalıdır. Bu iki şərtin ikisi də mütləq olmalıdır. Bu iki şərtdən hər hansı biri olmasa eyni köklü olmaz. Məsələn, bunlara bir dənə evlər sözünü artırım. Evlər sözünün kökü də evdir. Yəni yaşadığımız evdir. Yəni birinci şərti ödəyib. Amma tərkibində leksik şəkilçi yoxdur. Lər burada qramatdir. Deməli, tərkibində bu iki şərtdən birini artıq ödəmədi. Kökləri eyni mənalı olsa da digərləri ilə. Amma bu sözün tərkibində leksik şəkilçi olmadığına görə evlər sözü digər bu üç sözdən eyni köklü sayılmaz. Olmaz. Yaxud da ev sözü. Bunun da kökü evdir. Amma tərkibində leksik şəkilçi olmadığına görə eyni köklü sayılmayacaq. Düzdür, bunların hamısı ev sözünə yaram, amma eyni köklü olmayacaq bunlardan. Çünki bunun tərkibində leksik yoxdur. Eyni köklülərin tərkibində mütləq leksik olmalıdır. Bax, onun dediyim forma. Deməli, eyni bir kökdən əmələ gələn düzəltmə sözlər eyni köklü sözlər adlanır. Məsələn, bağça sözünün kökü nədir? Bağ. Söhbət hansı bağdan gedir? Meyvə bağından. Bağban sözünün kökü nədir? Bağ. Söhbət hansı bağdan gedir? Yenə də meyvə bağından. Bağçı sözünün kökü nədir? Bağ. Söhbət hansı bağdan gedir? Yenə də meyvə bağından. Üçünün də kökü eyni mənalıdır. Və üçünün də tərkibində leksik şəkilçi var. Deməli, bağçada ça, bağbanda ban, bağçada da ç leksik şəkilçi. Deməli, onda bağça, bağban və bağçı sözləri eyni köküldür. Sonra, güldan sözünün kökü nədir? Gül, çiçək. Gülçü sözünün kökü nədir? Gül, çiçək. Güllük sözünün kökü nədir? Gül. Güllü sözünün kökü nədir? Gül. Hamısının kökü gül, çiçək mənasında olan güldür. Və hər birinin də tərkibində leksik şəkilçi var. Deməli, bunlar eyni köküldür. Sonra, məsələn, evli sözünün kökü nədir? Ev, yaşadığımız ev. Evdar sözünün kökü də yaşadığımız evdir. Evdən sözünün kökü də yaşadığımız evdir. Üçünün də kökü eyni mənalıdır. Evli sözündə li leksikdir, evdar sözündə dar leksikdir, evdən sözündə dən qrammatikdir. Deməli, iki şərtin ikisini də ödəyən bu ikisi oldu da evli ilə evdar sözü. Həm kökləri eyni mənalıdır evli ilə evdar sözünün, həm də tərkiblərində leksik şəkilçi var. Deməli, evli ilə evdar sözü eyni köklüdür bir-biri ilə. Amma evdən sözündə kökü ev olsa da, amma tərkibində leksik şəkilçi olmadığına görə evdən sözü evli və evdar sözü ilə eyni köklü olmayacaq. Yaxud da gülüş və gülçü sözünün. Gülüş sözünün kökü güldür. Yəni burada gülüş sözünün kökü güldür. Söhbət hansı güllə gedir? Gülməkdən. Gülçü sözünün kökü güldür. Söhbət hansı gülməkdən gedir? Çiçək mənasında güllə. Birinin kökü gülməkdir. Gülüş sözünün kökü gülmək mənasında güldür. Gülçü sözünün kökü çiçək mənasında güldür. Demək, kökləri bunların eyni mənalı deyil axı. Birinin kökü gül, gülməkdir. Gülüş sözünün kökü gülməkdir. Gül, yəni gülüş sözünün kökü güldür. O həmin gül, gülmək mənasında güldür də. Amma gülçü sözünün kökü gül, çiçək mənasında güldür. Demək, kökləri eyni mənalı olmalıdır. Deməli, onda bunlar eyni köklü sayılmaz. Sonra,
Bunlar da dedik. Aha. Hələ bura qədər bəs eləyər. İndi mən testlərə keçirəm. Fikirlərdən biri səhvdir. Sözün başlanğıc forması onun leksik mənasını ifadə edir. Bəli, bayaq dedik ki, sözün başlanğıc formada olması ilə həmin sözün leksik mənasını tapa bilirik. Eyni zamanda söz hansı nitq hissəsinə aid olduğunu tapa bilirik və quruluş növünü tapa bilirik. Yəni deməli biz sözün başlanğıc forması əsasında sözün hansı leksik mənaya malik olduğunu, hansı nitq hissəsinə aid olduğunu və quruluş növü müəyyən eləyə bilirik. Bu doğru fikirdir. Getdi. Adlı qaldı olan isimlər həmişə başlanğıc formada olur fikri yanlış fikirdir. Niyə? Məsələn, kitab sözü adlı qaldadır. Və sözün kökü də kitabdır, başlanğıc forması da kitabdır. Yəni, adlı qalda olan söz başlanğıc formada ola bilir. Amma hər zaman olmur. Məsələn, kitablar sözü də adlı qaldadır. Kitablar sözü. Amma bunun başlanğıc forması qrammatikdir. Bunun başlanğıc forması kitabdır. Yəni, adlı qalda olmağına baxmayaraq, kitablar sözünün adlı qalda olmağına baxmayaraq, amma başlanğıc formada deyil. Adlı qalı o zaman başlanğıc formada olar ki, həmin adlı qalı sözdə qrammatik şəkilçi olmasın. Amma burada kitablar axı qrammatikdir. Deməli, başlanğıc formada deyil. Deməli, adlı qalı söz həmişə başlanğıc formada olmalıdır fikri yanlışdır. Cavabımız elə B-bəndi. Həm kökü, həm başlanğıc forması qop olan feil. Baxın, burada vurğuya fikir verməliyik. Qoparmalıdır. İndi eyni intonasiya ilə inkar eləyək. Malıdır. Sözün kökü qop. Mamədən əvvəl ar gəldi, leksik. Mamədən sonra malı gəldi, qrammatik, dır gəldi, qrammatik. Yəni, bunun başlanğıc forması qopar oldu. Qop olmadı. Bizdən deyir, başlanğıc forması qop olsun. İndi qopararsa, eyni intonasiya ilə inkar eləyək. Qoparmazsa. Sözün kökü yenə də qopdu. Mamədən əvvəl ar gəldi, leksik. İkinci ar mamədən sonra gəldi, qrammatik. Sağa gəldi, qrammatik. Yəni, bunun da başlanğıc forması qopar oldu. Sonuncu leksik şəkilçi daxil olmaqla qrammatikə qədər olan hissə. Yaxud da qoparar, qoparmaz. C-yə baxırıq. Qoparmaz. Burada da sözün kökü qop. Birinci ar mamədən əvvəl gəldiyinə görə leksik, sonraki ar mamədən sonra gəldiyinə görə qrammatik. Yəni, bunun da başlanğıc forması qopar oldu. Sonuncu leksik şəkilçini hər zaman başlanğıc formaya daxil eləyəcəm. Sonra, qoparmamışam sözündə hazır elə mamə var. Sözün kökü qop. Mamədən əvvəl ar gəldi, leksik, mamənin özü qrammatik, mış qrammatik, am qrammatik. Yəni, bunun da başlanğıc forması qopar oldu. İndi deyirəm, qoparmış, inkar eləyək eyni intonasiya ilə. Qoparmış, qopmazmış. Sözün kökü oldu qop. Mamədən sonra ar gəldi, qrammatik, mış gəldi, qrammatik. Yəni, bu sözün kökü qopdu, ar qrammatikdir, mış qrammatikdir. Deməli, qrammatikə qədər olan hissədə başlanğıc forma. Və sözün tərkibindədir, leksik olmadığına görə sözün kökü ilə başlanğıc forması üst-üstə düşür. Deməli, qoparmış sözünün kökü də qopdu, başlanğıc forması da qopdu. Cavabımız D variantı. 14-cü sual. Hansı sözün başlanğıc forması düzgün, amma kökü səhv göstərilib? Dağılmışdı sözünün kökü dağıldı. Müəllimlər, dağdan dağıl yarına bilməz. Çünki arasında heç bir əlaqə yoxdur. Onda sözün kökü nədir? Dağıldı. Deməli, bunun kökün səhv göstəriblər. Burada sözün kökün dağ göstəriblər. Amma bizdən deyir, dağılmışdı sözün kökü nədir? Dağıldı. Bizdən deyir, kökü səhv göstərilsin. Burada da sözün kökün səhv göstəriblər. Başlanğıc forması dağılmışdı. Sözün başlanğıc forması dağıldı. Bəli. Başlanğıc formasını isə düz göstəriblər. Çünki sözün başlanğıc forması nədir? Sonuncu leksik şəkilçiyə daxil olmaqla qrammatikə qədər olan hissə dağılmışdı, dağılmamışdı. Sözün kökü dağ, daha doğrusu sözün kökü dağıl,
Maməldən sonra mış gəldi, qrammatik, d gəldi, qrammatik. Deməli, qrammatiki başlanğıc formanın içərisində heç vaxt götürmürlər axı. Ona görə sözün başlanğıc forması dağıldı. Amma sözün kökü də dağıldı. Deməli, sözün kökünü səhv göstəriblər, amma başlanğıc formasını düz göstəriblər. 14-də ona görə cavab A bəndidir. Və 15-ci sual. Başlanğıc formada olan sözləri müəyyən edək. Yadda saxlayın müəllimlər. Hansı sözün tərkibində qrammatik şəkilsi varsa, yəni sözün sonuncu şəkilsi qrammatikdirsə, deməli həmin söz başlanğıc formadan çıxıb. Məsələn, düşərgəmiz sözündə sonuncu mis şəkilsi qrammatikdir. Ona görə başlanğıc formadan çıxdı. Halallaşdıda sonuncu d şəkilsi qrammatikdir. Ona görə başlanğıc formadan çıxıb. Böyüdülmüş sözündə sonuncu müş şəkilsi qrammatikdir. Ona görə başlanğıc formadan çıxıb. Amma güldandakı sonuncu dəki leksikdir. Tapşırıqda sondakı ıq leksikdir. Yaradıcılıqda sondakı ıllıq leksikdir. Deməli, sözün sonuncu şəkilsi əgər qrammatik şəkilsidirsə, o başlanğıc formadan çıxır. Sözün sonuncu hissəsi leksik şəkilsidirsə, ya da sözün təkcə kökündən ibarətdirsə, deməli, həmin söz başlanğıc formada ibarətdir. Burada da sözün sonuncu hissəsi leksik şəkilsindən ibarət olduğuna görə başlanğıc formadadır. 1, 3, 5. Burada olsun. 16-da deyir ki, başlanğıc formada olan sözləri müəyyən edək. O sözlər başlanğıc formada olar ki, müəllimlər, həmin sözlərdə sonuncu şəkilsi, qrammatik şəkilsi olmasın. Yenə deyirəm. Sözün sonundakı sonuncu şəkilsi, qrammatik şəkilsi olsa, həmin söz başlanğıc formadan çıxmış hesab olunacaq. Amma sonuncu şəkilsi, leksik şəkilsi olsa, ya da ümumiyyətlə leksik şəkilsi olmasa, deməli, həmin söz başlanğıc formada hesab olunacaq. Məsələn, alarkən sözündə sonuncu şəkilsi, arikən şəkilsi qrammatikdir deyə alarkən sözü başlanğıc formada deyil. Yüngüllük sözündə sonuncu lük şəkilsi leksikdir deyə başlanğıc formadadır. Ambardarda sonuncu dar şəkilsi leksikdir deyə başlanğıc formadadır. Çiyələk sözündə ümumiyyətlə şəkilsi yoxdur deyə o da başlanğıc formadadır. Kitablarda lar qrammatikdir deyə, yəni sonuncu şəkilsi qrammatikdir deyə başlanğıc formada deyil, yəni başlanğıc formadan çıxıb. Müəllim həm də sonuncu şəkilsi, əm şəkilsi, qrammatik şəkilsi olduğuna görə başlanğıc formadan çıxıb. Cavab 2, 3, 4. İkinci, 17-ci sual deyirəm. Yanmaq sözündən yaranmış eyni köklü sözləri müəyyənləşdirək. Təbii ki, eyni köklü sözləri tapmaq üçün 2 şərt var idi, qeyd eləmişdik. Sözlərin kökü eyni mənalı və eyni formalı olmalıdır. Birinci şərt budur. İkinci şərt isə tərkibində mütləq leksik şəkilsi olmalıdır. Eyni köklülərin. Bax, yanmaq sözündən yaranmış eyni köklü sözlər müəyyən edirik. Yanaq sözü, sözün kökü yanaqdır. Axı, dedik, köklər eyni olmalıdır. Yanmaq sözünün kökü yandı. Amma yanaq sözünün kökü yanaqdır. Kökü eyni olmadığına görə eyni köklü olanmaz yanmaq sözü ilə. Yanıq sözünün kökü yandı. Yanmaq nəzərdə tutur da. Yanakı sözünün kökü yandı. Amma bu yanmaq mənasında deyil axı bunun kökü. Bunun kökü yan tərəf, yəni böyür tərəf. Deməli, bu eyni köklü olmaz onlardan. Kökləri eyni mənalı deyil çünki. Yanaşı sözünün kökü də yandı. Yanmaq mənasında deyil bu. Ona görə 4'də olmaz. Yanğın sözünün köküdür yan. Yanmaq yəni. Yandırmaq sözünün kökü də yanmaq mənasındadır. Deməli, üçünün də kökü yanmaq mənasındadır. Və üçünün də tərkibində leksik şəkilsi var. Deməli, 2, 5, 6, yəni yanıq, yanğın, yandır sözləri eyni köklüdür bir-birinə. 18. Yarmaq sözündən yaranmış eyni köklü sözlər müəyyənləşdirək. Yarmaq, yara sözünün kökü yardır. Yəni, yarısan yara olur. Yarmaq sözündən yaranmış. Sonra, yarış sözünün kökü isə yarışdır. Deməli, yarmaq sözünün kökü yardır. Yarış sözünün kökü yarışdır. Bu eyni köklü olanmaz. Çünki köklər eyni mənalı olmalıdır. Yarğan sözünün kökü də yardır. Bu da yarmaqdan yaranıb. Yaraş sözünün kökü yar deyil. Ona görə 4'ü də götürməyəcək. Yarıl sözünün kökü də yardır. Bu da yarmaqdan yaranıb. Yaraç sözünün kökü isə yaradır. Yəni yarmaq deyil. Ona görə 6'ını da götürməyəcək. Deməli, yara sözünün kökü yardır. Yəni yarmaq. Yarğan sözünün kökü də yardır. Yəni yarmaq. Yarıl sözünün kökü də yardır. Yəni yarmaq. Üçün də kökü eynidir.
Eyni mənalıdır. Və üçünün də tərkibində leksik şəkilsi var. Deməli, yara, yarğan və yarıl sözləri birinə eyni köklüdür. Bu formada. Birinci sualda deyir ki, hansı söz digərlərlə eyni köklü deyil? Biz eyni köklü sözlərin tələbini yenə də xatırlayaq. Eyni köklü sözləri tapmaq üçün iki şərti bilmək lazımdır. 1. Sözlərin kökü eyni mənalı və eyni formalı olmalıdır. Və 2 də mütləq tərkibində leksik şəkilçi olmalıdır. Məsələn, otar sözünün kökü otdur. Yəni çəmən mənasında ot. Otlu sözünün kökü də otdur, çəmən mənasında. Otla sözünün kökü də otdur, çəmən mənasında. Otdakı sözünün kökü də otdur, çəmən mənasında. Otlardan sözünün kökü də otdur, çəmən mənasında. Hamısının kökü eyni mənalıdır və eyni formalıdır. İndi görək hansının tərkibində leksik var. Otarda ar leksikdir. Otluda lu leksikdir. Otlada la leksikdir. Otdakıda daki leksikdir. Otlarda lar da, dan da qrammatikdir. Deməli, otar, otlu, otla və otdakı sözlərinin kökləri də eyni mənalıdır. Tərkibində leksik də var. Deməli, onda bunlar bir-birinə eyni köklüdür. Yəni, otar, otlu, otla, otdakı sözləri bir-birinə eyni köklüdür. Amma otlardan sözündə kökləri o birisilərdən eyni köklü olsa da, sözün tərkibində leksik şəkilçi olmadığına görə onlarla eyni köklü ola bilməz. Ona görə cavabımız E bəndi. Eyni köklü sözlərdən ibarət olan sıranı müəyyənləşdirək. Gülçü sözünün kökü güldür. Çiçək mənasında gül. Güllük sözünün kökü də güldür. Çiçək mənasında. Güldan sözünün kökü də güldür. Çiçək mənasında. Gülüstan sözünün kökü də güldür. O da çiçək mənasındadır. Yəni, hamısının kökü çiçək mənasında olan güldür. Gülçüdə çü leksikdir, güllükdə lük leksikdir, güldanda dan leksikdir, gülüstanda üstan leksikdir. Hər birinin tərkiblərində leksik şəkilçi var. Həm kökləri eyni mənalıdır, həm də tərkiblərində leksik şəkilçi var. Deməli, bunlar eyni köklüdür bir-birindən. A bəndi. Sonra eyni köklü sözlər sırasını müəyyən edək. Çoxalmaq sözünün kökü çoxdur, al leksikdir. Çoxluq sözünün kökü də çoxdur, luq leksikdir. Çoxlu sözünün kökü də çoxdur, lu leksikdir. Yəni, çoxalmaq, çoxluq və çoxlu sözlərin üçünün də kökü çoxdur. Nəyəsə çoxluq. Amma üçünün də tərkibində leksik şəkilçi var. Deməli, biz də bunları eyni köklü söz tapmaq istəyiriksə, deməli, elə söz tapmalıyıq ki, o sözün kökü çox olsun və tərkibində leksik olsun. Çoxumuz sözünün kökü çox olsa da, tərkibində umuz qrammatikdir, yəni leksik deyil. Ona görə A olmaz. Çoxdur sözünün kökü çox olsa da, tərkibindəki dur qrammatikdir, ona görə B də olmaz. Çoxlu sözünün kökü çox olsa da, tərkibində U qrammatikdir, ona görə C də olmaz. Çoxlar sözünün kökü çox olsa da, tərkibindəki lar və I qrammatikdir, ona görə D də olmaz. Çoxdankı sözünün kökü çoxdur, tərkibindəki dan və Q şəkilçisi leksik olduğuna görə, çoxdankı sözü çoxal, çoxluq, çoxlu sözləri ilə eyni köklüdür. Cavabımız E bəndi. Eyni köklü feillər hansı cərgədədir? Daraşmaq feilinin kökü elə daraşdır. Maqda qrammatikdir. Daralmaq sözünün kökü dardır. Birinin kökü daraşdır, birinin kökü dardır. Kökləri eyni mənalı olmadığına görə A eyni köklü olmaz bir-birindən. Dincəlmək sözünün kökü dincdir. Dinləmək sözünün kökü dinlədir. Kökləri eyni mənalı olmadığına görə bunlar da eyni köklü deyil. Dinmək sözünün kökü dindir. Dinmək, danışmaq. Dindirmək sözünün kökü də dindir. Hər ikisinin kökü dindir, danışmaq. Amma dinmək sözündə mək qrammatikdir. Yəni, dinmək sözünün tərkibində leksik olmadığına görə C-də dinməklə dindirmək bir-birinə eyni köklü olmaz. Qatılmaq sözünün kökü qatdır. Qatmaqdır, yəni. Qatlamaq sözünün kökü də qatdır. Amma qatılmaq nəyinsə bir-birinin içərisinə daxil olmaq mənasındadırsa, qatlamaq nəyinsə üst-üstə əymək, qatlamaq o mənada. Yəni, kökləri eyni mənalı deyil. Ona görə D bəndi də olmaz. Dillənmək sözünün kökü dildir. Dilləşmək sözünün kökü də dildir. Hər ikisinin kökü dildir. Bədən üzvü mənasında dil. Yəni, hər ikisinin kökü eyni mənalıdır. Və hər ikisinin tərkibində də leksik şəkilçi var. Dillənməkdə lənd leksik, dilləşdə də ləş leksikdir. Həm kökləri eyni mənalıdır, həm də tərkiblərlə leksik şəkilçi var. Deməli, bunlar bir-birinə eyni köklüdürlər və həm də feildirlər. Dillən, neyid, dilləş, neyid. E bəndi. Eyni köklü feillər hansı cərgədədir?
Qarmaq sözünün kökü qarıdır. Qoca mənasında. Qarğımaq sözünün kökü isə qarğıdır. Bunların kökləri eyni mənalı olmadığına görə A olmaz. Daranmaq sözünün kökü daradır. Daralmaq sözünün kökü isə dardır. Bunların da kökü eyni mənalı olmadığına görə B də olmaz. Döyülmək sözünün kökü döydür. Deməli, döşəmək sözünün kökü isə döşədir. Bunların da kökləri eyni mənalı olmadığına görə eyni köklü olmaz. Sıxılmaq sözünün kökü sıx feilidir. Sıxlaşmaq sözünün kökü isə sıx sifətidir. Ona görə bunlar da eyni köklü olmaz. Dartılmaq sözünün kökü dart feilidir. Dartınmaq sözünün kökü də dart feilidir. Hər ikisinin kökü eyni mənalıdır. Hər ikisinin tərkibində leksik şəkli var. Dartılda ıldı leksik, dartınmaqda da ındı leksik. Deməli, həm kökləri eyni mənalıdır, həm də tərkiblərində leksik şəkilsi var, həm də feildirlər. Dartılmaq nə etmək, dartılmaq nə etmək. Deməli, eyni köklü feillərdir. Cavabımız E-bəndi. Eyni köklü sözləri müəyyən edək. Yenə də həmin formalı sual. Deməli, gülçü, gülüş, gülümsə eyni köklü olmaz. Çünki gülçü sözünün kökü gül, çiçək mənasındadır. Gülüş sözünün kökü gül, gülmək mənasındadır. Ona görə olmaz. Qorxu sözünün kökü qorxdur. Qorxu sözünün kökü qorudur. Bunlar da eyni olmaz. Çünki tərkibi fərqlidir. Bölgə sözünün kökü böldü. Bölük sözünün kökü də böldü. Bölüş sözünün kökü də böldü. Hər üçünün kökü böldü. Bölmək mənasında. Və hər üçünün də tərkibində leksik var. Bölgədə gədi leksik, bölükdə üçlü leksik, bölüşdə üçlü leksik. Cavabımız C bəndi. Aydın oldu müəllimlər. Sualı 7-dən başlayıram. Deməli, deyir ki, hansı sözlər eyni köklü deyil? Daşlıq sözünün kökü daşdır, yerdəki daş. Daşla sözünün kökü də daşdır, yerdəki daş. Daşsız sözünün kökü də daşdır, yerdəki daş. Deməli, üçünün də kökü yerdəki daş mənasındadır. Üçünün də tərkibində leksik var. Deməli, bunlar eyni köklüdür. A getdi. Gülçü sözünün kökü güldür, çiçək yəni. Gülstan sözünün kökü də güldür, çiçək. Güllü sözünün kökü də güldür. Üçünün də kökü güldür, çiçək mənasında. Və üçünün də tərkibində leksik var. Deməli, bunlar da eyni köklüdür. B bəndi getdi. Dilsiz sözünün kökü dildir, insanın dili. Dilimiz sözünün kökü də dildir, insanın dili. Dilsiz sözünün kökü də dildir, insanın dili. Dilsidə çi leksikdir, dilimizdə imiz qrammatikdir. Dilsizdə siz leksikdir. Deməli, dilimiz sözündə leksik şəkilci olmadığına görə artıq eyni köklü sözlər salmayacaqlar. Ona görə cavabımız C bəndi. Hansı sözlər eyni köklü deyil? Yarılmaq sözünün kökü yardır, yarmaq. Yarğan sözünün kökü də yardır, yəni yarmaq. Və hər ikisinin də tərkibində leksik var, deməli eyni köklüdür. Gülçü sözünün kökü güldür, çiçək. Güllərimiz sözünün kökü də güldür, yəni çiçək. Hər ikisinin kökü eyni mənalıdır, çiçək mənasındadır. Gülçüdə çü leksikdir, güllərimizdə isə leksik şəkilçi yoxdur. Deməli, ona görə eyni köklü sayılmayacaqlar, B olacaq cavabımız. Eyni köklü sözlər hansılardır? Qurğu sözünün kökü qurdu, yəni qurumaq. Qurucu sözünün kökü də qurdu, qurmaq. Qurum sözünün kökü də qurdu, qurmaq yəni. Və qurğudağı qu leksikdir, qurucuda ucu leksikdir, qurumda da leksikdir. Həm kökləri eyni mənalıdır, həm də tərkiblərində leksik şəkilsi var. Deməli, 1, 4, 7 eyni köklü sözlər adlanacaq D bəndi. Qurğuşun sözünün kökü qurğuşundur deyə digərlərinə eyni köklü olmayacaq. Ona görə 2 olanları götürmürük. Qurtulluq sözünün kökü qurtuldur. Ona görə 5 də olmayacaq, çünki kökləri eyni olmadı. Qurşun sözünün kökü ilə qurşundur, ona görə olmayacaq. Quraqlıq sözünün kökü də deməli, quraqlıq sözünün kökü də elə quraqlıqdır, ona görə olmayacaq. Sonra belə.